Salam, Səlcuq mövzusunu öyrənək. Deməli, Səlcuqlar Qınıq boyundan olmuşlar. Bu dövlət Səlcuq bəyin adından götürülmüşdür. Səlcuq bəy Oğuz dövlətində subaşı, ordu başçısı olmuş. Sonra Oğuz dövlətinə münasibətlər pisləşdiyinə görə 962-ci ildə gəlib Zənd şəhərində yerləşir. İslam dinini qəbul edib türkmənlər adlanmışdılar. Deməli, Səlcuqlu oğlanlar Çağrı bəy və Toğrul bəy Qaraxanlı Qazinəlilərlə mübarizə apara bilir Səlcuq bəyin ölümündən sonra. 1015-ci ildə bunlar kəşfiyyat yürüyüşünə çıxaraq Van gölü hövzəsində məskunlaşıb Naxçıvanın təhlükəsini təmin edirlər, Bizansa qarşı mübarizə aparırlar. Birinci Toğrul 1038-1063-cü ildə hökmdar olmuş, Səlcuq dövlətini 1038-də yaratmış, Səlcuqların paytaxt şəhəri, birincisi Nişapur, ikincisi 1043-cü ildə Rey olur, üçüncüsü 1073-cü ildə İsfahana köçürülmüşdür. Birinci Toğrul 1040-cı il Dəndənəkan döyüşündə Qəznəlilərə qalib gələrək Xorasana sahib olur və Mərv qurultayında Sultan Tunu qəbul edib Şərqə və Qərbə hücum etməyə qərar alınmışdır. Deməli, 1048-ci ildə Şəddadilərlə birlikdə Bizans erməni gürcülərə qarşı mübarizə aparmış, 1054-cü ildə Rəvvadi Şəddadi Tiflis əmirliyini aslava salmışdır. 1055-ci ildə Bağdad ərəb dövlətini aslava salır, ərəb xəlifəsi 1-ci Toğrula Şərqin və Qərbin hökmdarı adını vermişdir. Dövlətin sərhəddi Dərbətdən İran körfəzinə qədər geniş ərazini əhatə etmişdir. 1063-1072-ci illərdə hökmdar olur Alparslan. Alparslan Tiflis, Ani Qars şəhərlərini tutur. Alparslanın məqsədi Anadolu torpaqlarına yiyələnməkdir. 1071-ci il Malazgirt döyüşündə Bizans imperatoru 4-cü Roman Diogenə qalib gəlir, Turan taktikasına istifadə etmişdir və deməli Bizansın məğlub olma səbəbləri, ermənilərin döyüşü yarı yolda qoyub qaçmaları, əvvəlcə Bizans tərəfində vuruşan Oğuz və Peçeneglər tayfasının bizim tərəfimizə, yəni Səlcuqların tərəfinə keçməsi olmuşdur. Bu döyüşün nəticəsində Səlcuqlar Anadoluya sahib oldular. Anadolu həmişəlik türk torpağı olur, müqavilə bağlanır, xərac cizyə vergisi verməyi Bizans öz öhdəsinə götürmüşdür. Deməli, bu qələbə münasibəti ilə ərəb xəlifəsi Alparslanı İslamın nuru adlandırmışdır. 1072-1092-ci illərdə Səlcuq hökmdarı olur 1-ci Məlikşah. 1-ci Məlikşahın dövrü adlanır çiçəklənmə dövrü. O, Suriya, Ankara, Konya şəhərlərini tutur. Bunun dövründə iqta torpağı yaxın hərbiçilərə paylanır, iqta torpaqları daha da genişlənmişdir. Sonra Qaraxanlılarla mübarizə aparmış, Cahan hökmdarı adını almış, 1-ci Məlikşahın vəziri Nizamülmülk olmuşdur. Bu şəxs islahat keçirir, ticarət islahatı və hərbi islahat keçirir. Hərbi islahatına görə qeyri-nizami qoşundan nizami qoşunlar keçirilmişdir. Ticarət islahatına görə bütün bölgənin tacirləri bəzi vergilərdən azad olur ki, ticarət inkişaf edə bilsin. Səlcuq mövzusunun birinci hissəsi bundan ibarət idi. Sağ olun.